Hörmətli tədbir iştirakçıları və dəyərli qonaqlar, sizi salamlayır və dəyərli vaxtınızı ayıraraq bu tədbirdə iştirak etdiyiniz üçün təşəkkürümü bildirirəm. Bugün rabitə sahəsinin 1926-cı ildən bu günə qədər keçdiyi inkişaf yoluna qısa nəzər salacağıq. Gəlin, rabitə texnologiyalarının inkişafında mühüm rol oynamış bu tarixi mərhələlərə birlikdə nəzər salaq. Rabitə, insanların bir-biri ilə məlumat və xəbərləri ötürməsi üçün istifadə etdiyi texnologiya və vasitələrin ümumi adıdır. Rabitə vasitəsilə insanlar uzaq məsafələrdə belə əlaqə qura və məlumat mübadiləsi apara bilirlər. Tarix boyu rabitə üsulları sadə siqnallardan teleqraf və telefona qədər inkişaf etmişdir. Bugün isə rabitə əsasən internet, mobil şəbəkələr və peyk texnologiyaları vasitəsilə həyata keçirilir. Telefonun ixtirasından sonra rabitənin daha geniş ərazilərdə işləməsi üçün telefon şəbəkələri və stansiyalar yaradılmağa başladı. İlk dövrlərdə telefon stansiyaları vasitəsilə müxtəlif abonentlər bir-biri ilə əlaqələndirilirdi və zənglər operatorlar tərəfindən əl ilə qoşulurdu. Zaman keçdikcə texnologiyanın inkişafı ilə bu proses avtomatlaşdırıldı və telefon rabitəsi daha sürətli və etibarlı oldu. 1876-cı ildə Alexander Graham Bell tərəfindən telefon ixtira edildi və rabitə sahəsində böyük bir dönüş baş verdi. Telefon insanların səsini elektrik siqnallarına çevirərək uzaq məsafələrə ötürməyə imkan verdi. Bu texnologiya sayəsində insanlar bir-biri ilə real vaxtda danışa bildilər və məlumat mübadiləsi daha sürətli oldu. Telefon rabitəsi əvvəlcə məhdud ərazilərdə istifadə olunsa da, qısa müddətdə bütün dünyaya yayıldı. Bu ixtira rabitə texnologiyalarının inkişafında mühüm mərhələ oldu və sonradan mobil telefonlar və internet rabitəsinin yaranmasına zəmin yaratdı. Teleqraf rabitə tarixində mühüm mərhələlərdən biri hesab olunur. Bu texnologiya elektrik siqnalları vasitəsilə məlumatların uzaq məsafələrə sürətli şəkildə ötürülməsini mümkün etdi. Teleqraf vasitəsilə göndərilən mesajlar xüsusi kodlar, xüsusilə də Morze əlifbası ilə ötürülürdü. Bu sistem sayəsində xəbərlər, rəsmi məlumatlar və vacib xəbərlər əvvəlkindən daha tez çatdırıla bilirdi. Teleqraf rabitəsi sonradan telefon və digər müasir kommunikasiya texnologiyalarının inkişafına zəmin yaratdı. Poçt sistemi tarixdə ilk təşkilatlanmış rabitə infrastrukturlarından biri hesab olunur. Bu sistem vasitəsilə insanlar, dövlət qurumları və hökmdarlar arasında məlumat mübadiləsi həyata keçirilirdi. Məktublar, rəsmi sənədlər və müxtəlif xəbərlər xüsusi kuryerlər və ya poçt daşıyıcıları vasitəsilə uzaq məsafələrə çatdırılırdı. 1970-ci, 1980-ci illərdə rabitə sahəsində böyük yeniliklər edildi. Yeni avtomatik telefon stansiyaları istifadəyə verildi. Kəndlərdə telefon rabitəsi yaxşılaşdırıldı. Poçt məntəqələrinin sayı artırıldı və bütün rayon mərkəzləri arasında avtomat telefon əlaqəsi yaradıldı. 1985-ci ilin sonuna qədər Muxtar Respublikada hər 100 ailəyə düşən telefon aparatlarının sayı 25-ə çatdı və rabitə sistemi əhalinin gündəlik həyatının ayrılmaz hissəsinə çevrildi. Sonrakı illərdə müstəqillik dövründə informasiya və rabitə sahəsinin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Müasir texnologiyaların tətbiqi, telekommunikasiya infrastrukturunun yenilənməsi və əhalinin keyfiyyətli rabitə xidmətləri ilə təmin olunması məqsədi ilə ardıcıl layihələr həyata keçirildi. Rəqəmsal transformasiya prosesinin sürətləndirilməsi, internet və mobil rabitə xidmətlərinin genişləndirilməsi istiqamətində mühüm tədbirlər görüldü.